edirəm ki, onun komandası birinci hissədə daha aktiv görünürdü, daha fəal görünürdü, amma ikinci hissədə sanki meydanda yox idi. Bu fərqi nə ilə əlaqələndirir? I think it was that fatigue. You know, he had a lot of ball. Saba had a lot of the ball, and you know, from that point of view, we'd worked really hard in the first 45 minutes, and we obviously the plan was to try and leave here with a clean sheet. We weren't, you know, overly offensive, but we wanted to make sure, as I've just said, we are in the game when it comes to the second leg, and I truly believe that we are well and truly in the game because we've got a very good home record. Əsas səbəb oydu ki, biz ilk hissədə daha çox belə deyək, öz gücümüzü sərf etdik və bir qədər hücuma meyilli düşünüldük oyun planında. İkinci hissədəki passivliyimizin səbəbi oydu ki, ilk hissədə həm də ikinci hissədə Sabah topla daha çox oynadı və bizi yordu. Yorğunluğumuz hiss olunurdu ki, yorğun idik. Ona görə də ikinci hissədə biz o istədiyimiz oyunu sərgiləyə bilmədik. Əsas oydu ki, ilk hissədə biz qapımızın toxunulmazlığını qoruyub saxlaya bildik. Bu bizim belə deyək, ilkin hədəfimiz kimi idi. Yəni bunun üçün böyük bir enerji sərf etdik, amma ikinci hissədə rəqib Sabah klubu topla daha yaxşı oynadı və belə qolları vurdu. Biz yenə demək istərdim ki, cavab oyunumuz var, ev oyunumuzda yaxşı nəticəyə ümid etmək istərdik. Buyurun. Ben böyle başa düşdüm ki, uduzmanın səbəbi uzaq yol gəlməyidir. Düzmü? No, that wasn't the main reason. It had part of it. Logistically, it was difficult. We travelled for 2 days from where we based in Wales. We were 6-7 hours from Gatwick Airport, then a 5-hour flight, and then etc. etc. So yes, it played a very small part, but not, you know, credit to Sabah. They're a very good team, very good players, very well coached. So we knew it would be tough, but as I've referred to earlier, we are well and truly still in the tie, and we will be a lot better team at home. We've got good players, good people, and we will be ready for the game next Tuesday. Əsas səbəb deməzdim, amma bir hissəsidir. Çünki biz demək olar ki, 2 günümüzü Wales'dan bura gəlməyə sərf etdik. Amma bu o demək deyil ki, biz Sabah klubunun bu qələbəsinə nəsə kölgə salmaq istəyirik. Yəni bu uzaq məsafəyə səfərlər. Çünki rəqibin də heyətində çox yaxşı futbolçular var, baş məşqçilər çox yaxşı, baş məşqçilər keyfiyyətli futbolçular var. Amma bizim də heyətimizdə yaxşı futbolçular var, azarkeşlərimiz də yaxşıdır və bir daha ümid edirəm ki, evdə biz həmin o futbolçularla, azarkeşlərimizlə birlikdə yaxşı nəticə əldə edə bilərik. Thank you so much. No problem. Thank you. Thank you. Thank you. Really amazing to see all of you. I hope you will be here when we play Kapaz, Gabala and Shamahi also, you know, in the league. So congratulations to my team, congratulations to Sabah fans, congratulations to all Azerbaijan football fans for the first win. That came in a really difficult game. We probably knew and we analyze and we speak a lot this pre-season that this season we will have to face a lot of teams that will defend with such a deep block and try to deny our goal scoring opportunities as much as possible, and exactly what happened. So we had to be patient, we had to be calm, not to panic, and to wait for those chances to circulate the ball. And this is exactly what happened. So pleased for the boys, good win, but of course it's not over yet. We have another game. I think very difficult trip to Wales and difficult game on a artificial pitch. We lost Steve Solvet today also, unfortunately, in the last minute. But really believe that we have players who can replace him. But we need to be careful and we need to be focused for second tie. I really believe that opponent will not be as negative as they were here today, because they have 2 goals deficit, so they need to go forward, they need to show some kind of courage to attack, so that will leave us the spaces, and I really believe that we can use them into our favor into the next game. İlk öncə olaraq axşamınız xeyir və burada hər birinizi görməkdən çox məmnuniyyət verici hisslər var. Həyəcanlıyam hər birinizi burada görməkdən və ümid edirəm ki, mən sizi
çempionat oyunlarında, Kəpəz, Qəbələ, Şamaxı oyunlarında da yenə eyni bu şəkildə görəcəm hər birinizi. Öz komandamı, oyunçularımı təbrik edirəm. Bütün Azərbaycan azarkeşlərini ilk Çempionlar Liqasında ilk qalibiyyət qazanmamız münasibətilə təbrik edirəm. Düzdür, biz bugün çox çətin bir rəqiblə qarşılaşdıq, çox çətin oyun alındı və biz bunu təlim məşq toplanışında artıq oyuncularla danışarkən bilirdik, rəqibi təhlil edərkən bilirdik və biz həmişə təlim məşq toplanışında da oyuncularıma deyirdim ki, daha çox bu mövsüm aşağı blokda öz qapısına yaxın şəkildə dərin müdafiə olunan komandalara qarşı çıxış edəcəyik və bu komandalara qarşı çıxış edərkən də çox səbirli oynamalısan, topu daha çox dövr etdirməlisən və fürsətlərdə istifadə edib yararlanmalısan. Və mən uşaqlara görə yenə də demək istəyirəm ki, çox məmnunam, çox yaxşı bir qalibiyyət əldə etdik, amma hələ bu heç nə demək deyil, çünki bizi qarşıda çox çətin bir səyahət gözləyir. Bundan əlavə biz süni meydançada oynayacaq və axırıncı dəqiqələrdə əfsuslar olsun ki, Solveti də itirdik. Amma mən inanıram ki, kifayət qədər bizim oyuncularımız var ki, onu yetərincə layiqli bir şəkildə əvəz edəcəklər. Yenə də demək istərdim ki, diqqətli olmalıyıq, səfər oyununda daha çox köklənməliyik, daha çox fokuslanmalıyıq və hesab edirəm ki, rəqib artıq 2 gol fərqi ilə geridədir və bu 2 gol fərqini aradan qaldırmaq üçün buradakı kimi mənfi çıxış etməyəcək, daha çox irəli atılacaq və bu irəli atılarkən bizdə boşluq verəcəklər ki, biz də bu boşluqlardan çalışacağıq ki, yararlanaq. Səfər oyunuyla bağlıdır. Solvenin yoxluğu və Keynsinin də bundan əvvəl son mövsümdə vurduğu qollar arasında rəqibin cəbhə meydançası daxilində qarşılıq yaradır və bu qarşılıqdan fürsət tapıb qapıya qol vurmalar var. Və indiki vəziyyətdə biz bu oyunda da bir epizodda elə bir şey gördük ki, gün zərbəsindən sonra rəqib qarşılıq yaradır, sadəcə sabah futbolçuları orada təhlükəni soğuşdururlar. Xüsusilə də hava topları ilə bağlı hücumlar olur. Solvenin yoxluğu və hava toplarında hakimiyyətin rəqibin tərəfdə keçəcəyi deməkdir. I think it's very naive to say that doesn't matter which team you play in Champions League, that opponent will not create some kind of opportunity, some kind of chances for themselves. They are champions. They also have quality players. They have quality moves, and those situations where, especially, they play long balls in our penalty box. Of course, it's unpleasant, but you have to deal with that, and you have to find a way how to defend. And yeah, again, like today, maybe one or twice, like a couple of crosses came towards our goals, but again, I believe that is the first game. We, in all segments, not only in attack but in defense, we will get better. And of course, I will expect different game in away, because I believe that this team will show more, will show more character, will be more courageous. And as I said from very beginning of this press conference, that we need to work, we need to be ready, that the job is not finished. Əlbəttə ki, bir balaca sadəlövflük olardı demək ki, amma bütün rəqiblər Çempionlar Liqasında çıxış edən komandalar çox keyfiyyətli rəqiblərdir və onlar da öz ölkələrinin çempionu olublar, onlar da oynamağı bilirlər. Düzdür, bugün uzun toplarla rəqib yenə bizim cərimə meydançasına yaxınlaşmağa çalışırdılar. Biz bütün bunların əlbəttə qarşısına həll yolunu tapmalıyıq. Düzdür, bugün bəzi asmalar etdilər cərimə meydançasına, amma müdafiədəki götürsək ümumi şəkildə çox yaxşı çıxış elədik. Müdafiə segmentləri hücuma nisbətən daha yaxşı idi. Amma mən səfərdə yenə burada qeyd etdiyim kimi mətbuat konferansının başlanğıcında fərqli bir oyun gözləyirəm. Çünki artıq rəqib daha çox xarakter göstərməli, daha cəsarətli, irəli atılmalıdır, oynamalıdır və mən fikirləşirəm ki, bizim hələ işimiz bitməyib. Really amazing to see all of you. I hope you will be here when we play Kapaz, Gabala and Shamahi also, in the league. So congratulations to my team, congratulations to Sabah fans, congratulations to all Azerbaijan football fans for the first win. That came in a really difficult game. We
probably new, and we analyze and we speak a lot this preseason that this season we will have to face a lot of teams that will defend with such a deep block and try to deny our goal scoring opportunities as much as possible, and exactly what happened. So we had to be patient, we had to be calm, not to panic, and to wait for those chances to circulate the ball, and this is exactly what happened. So pleased for the boys, good win, but of course it's not over yet. We have another game, I think very difficult trip to Wales, and difficult game on the artificial pitch. We lost Steve Solvet today also, unfortunately, in the last minute, but really believe that we have players who can replace him, but we need to be careful and we need to be focused for second tie. I really believe that opponent will not be as negative as they were here today, because they have 2 goals deficit, so they need to go forward, they need to show some kind of courage to attack, so that will leave us the spaces, and I really believe that we can use them into our favor into the next game. İlk öncə olaraq axşamınız xeyir və burada hər birinizi görməkdən çox məmnuniyyət verici hisslər var. Həyəcanlıyam hər birinizi burada görməkdən və ümid edirəm ki, mən sizi çempionat oyunlarında, Kəpəz, Qəbələ, Şamaxı oyunlarında da yenə eyni bu şəkildə görəcəm hər birinizi. Öz komandamı, oyuncularımı təbrik edirəm. Bütün Azərbaycan azarkeşlərini ilk Çempionlar Liqasında ilk qalibiyyət qazanmamız münasibətilə təbrik edirəm. Düzdür, biz bugün çox çətin bir rəqiblə qarşılaşdıq, çox çətin oyun alındı və biz bunu təlim məşq toplanışında artıq oyuncularla danışarkən bilirdik, rəqibi təhlil edərkən bilirdik və biz həmişə təlim məşq toplanışında da oyuncularıma deyirdim ki, daha çox bu mövsüm aşağı blokda öz qapısına yaxın şəkildə dərin müdafiə olunan komandalara qarşı çıxış edəcəyik və bu komandalara qarşı çıxış edərkən də çox səbirli oynamalısan, topu daha çox dövr etdirməlisən və fürsətlərdə istifadə edib yararlanmalısan. Və mən uşaqlara görə yenə də demək istəyirəm ki, çox məmnunam, çox yaxşı bir qalibiyyət əldə etdik, amma hələ bu heç nə demək deyil, çünki bizi qarşıda çox çətin bir səyahət gözləyir. Bundan əlavə biz süni meydançada oynayacaq və axırıncı dəqiqələrdə əfsuslar olsun ki, Solveti də itirdik. Amma mən inanıram ki, kifayət qədər bizim oyuncularımız var ki, onu yetərincə layiqli bir şəkildə əvəz edəcəklər. Yenə də demək istərdim ki, diqqətli olmalıyıq, səfər oyununda daha çox köklənməliyik, daha çox fokuslanmalıyıq və hesab edirəm ki, rəqib artıq 2 gol fərqi ilə geridədir və bu 2 gol fərqini aradan qaldırmaq üçün buradakı kimi mənfi çıxış etməyəcək, daha çox irəli atılacaq və bu irəli atılarkən bizdə boşluq verəcəklər ki, biz də bu boşluqlardan çalışacaq ki, yararlanaq. Buyurun, sual soruyordu. Növbəti oyunda rəqib başlanışı edildi ki, bura gələrkən əsas bizi yoran uzun yol oldu. Nəzərə alsam ki, Sabah olacaq, yəni ki, yol problemi olacaq. 2-0 öndə olan Sabah bu an nə dərəcədə işini çətinləşdirə bilər. Və süni meydança belirdiniz, rəqib baş məşqi verildi ki, bu meydançada, həmin meydançada, yəni elə rəqibləri məğlub etmişik ki, Sabahı da edə bilər. Well, this is challenge, like they travel to Sabah a long time, now we'll travel to Wales for a long time. We play on the grass here, they play on the artificial pitch there, but at the end of the day it's football. Again, like we need to accept the challenge and to prepare ourselves that not to have any excuses when we go on the pitch next Tuesday. Əlbəttə ki, bu bir çağırışdır, bu bir mübarizədir. Onlar necə ki, bura uzun müddət səyahət ediblər. Biz də eyni şəkildə uzun yolculuq bizi gözləyir. Biz bugün ot meydançada qarşılaşdıq rəqiblə, orada süni meydançada oynayacaq. Bu bir çağırışdır, bu çağırışı qəbul etməliyik və elə etməliyik ki, artıq gələn həftə rəqiblə qarşılaşarkən, oynayarkən heç bir bəhanəyimiz olmasın.
konferansın yekunlaşdı. We can close our Thank you. post-match conference. Thank you. Good luck.